Bu dersimizde klasları öz adı ile yazmaya çalışacağıq. İndi biz klasları yazdığımız zaman köhnə versiyadan istifadə edərək klasları bu şəkildə yazırdıq. Function yazırdıq və böyük hərf ilə klasın adını qeyd edirdik. Buna lazım olan dəyəri mötərizə içərisində bu şəkildə yazırdıq və içərisinə özəllik və metodlarımızı qeyd edirdik. Daha sonra onu bir dəyişkənə bərabər edib new açar kəlməsi ilə klassımızın adını yazıb dəyərimizi bu formada verirdik. Dediyimiz kimi bu köhnə versiyasıdır JavaScript'in. Təzə versiyası isə bu şəkildədir. Mən class açar sözündən istifadə edirəm və animal klassını adını yazıram və bunu yoruma alaq. İndi biz bu şəkildə mötərizə qoymuruq. Sadəcə dırnaqlı mötərizələrimizi yazırıq bura və constructor açar sözündən istifadə edirik. Baxın, hər bir yazılış bir açar sözdən ibarətdir. Yəni biz klassı yazırıqsa, class mövzusunu keçiriksə, onun birdən çox açar kəlməsi vardır və bu da onlardan biridir. İndi constructor'ın da yazılışı bu formadadır. Biz constructor yazıb mötərizə yazırıq və bura istədiyimiz dəyəri qeyd edirik. Misal name'i və age'i yazırıq. Hətta age olmasın, sadəcə name olsun və dırnaqlı mötərizələrimizi yazaraq bura this.name bərabərdir name yazaraq gələn dəyəri name'ə bərabər edirik. İndi bizim bu formada yazılışımız onu göstərir ki, class içərisində xüsusiyyətləri constructor içərisində bu formada yazmaq lazımdır və hətta constructor'ın bir özəlliyi də ondan ibarətdir ki, mən gəlib bura console.log misal constructor çalış deyə yazıram. İndi bu nə üçündür? Mən gəlirəm burada const value deyərək bir dəyişkənə bərabər edirəm və animal klassını qeyd edirəm və konsola baxdığımız zaman baxın, constructor çalışdı yazısı gəlmiş oldu. Yəni new animal deyə qeyd etdiyimiz anda avtomatik olaraq constructor çalışır. Bu bizə bir plus qazandırır ki, mən gəlib bura dəyər yazdığım zaman avtomatik olaraq konsolda value.name həmin dəyəri bizə göstərmiş olacaqdır. Real layihələrdə misal product səhifəsi hazırladığımız zaman gələn dəyərləri, yəni gələn produktları constructor içərisində yazmaq lazımdır ki, hər hansısa bir error verilməsin. Hətta biz burada bəzi işlər də görmüş ola bilərik. Misal if əgər özür istəyirəm. Əgər tutalım ki name yoxdursa, o zaman bura console.log name yoxdur deyə yazıram. Əgər var isə this.name'i name'ə bərabərləşdirəm. İndi hal-hazırda argumenti mən qeyd etməsəm, baxın constructor'da name yazılmadığına görə konsola name yoxdur yazısı gələcəkdir. Və undefined cavabının da gəlməsi ondan ibarətdir ki, konsola biz bu şəkildə qeyd etmişik. Ona görə də undefined cavabını almışıq. Əgər mən gəlib dəyəri əlavə etsəm, baxın, bura artıq çalışmadı. Gəldi this.name'i name'ə bərabərləşdirdi və avtomatik olaraq konsolda həmin dəyər gəlmiş oldu. İndi ən maraqlı, ən vacib suallardan biri də budur ki, biz funksiyanı prototipə necə bərabər edə bilərik? Köhnə versiyada prototipi bu şəkildə bərabər edirdik. İndi bunu yoruma alıram və bunu yorumdan çıxardıram. İndi biz funksiya əlavə etmək istəsək, hətta gəlib bunu silirəm və animal nöqtə prototip nöqtə show name yazırıq
və bunu bərabər edirik function və function içərisində hər hansısa bir dəyərimiz olmasın və console.logda this.name'i bu şəkildə göstərək. Və gəlirdim burada. Hətta klası görməyə çalışaq. Console.logda value yazaraq klassımızı görməyə başlayaq. Baxın, animal klassımız gəldi. İçərisində name dəyər vardır və prototip içərisində baxın show name funksiyası bu şəkildə qeyd edilmişdir. İndi bu yazılış həm uzun versiyadır, həm də köhnə versiyadır. Biz bunu təzə versiyada heç bir prototip yazmadan, baxın constructor'dan sonra gəlirəm bura, funksiyamızı qeyd edirəm və mötərizələri açaraq, baxın bu şəkildə console.log'a this.name deyə yazıram. İndi gəlin burada value'ya baxaq. Baxın, value olaraq animal gəldi, name olaraq dəyərimiz gəlmiş oldu və prototipə baxdığım zaman baxın show name funksiyamız prototip içərisində yazılmış oldu. Class ilə yazdığımız zaman avtomatik olaraq prototipini atır. Yəni bizim yazdığımız funksiyaları artıq biz prototip içərisində görəcəyik. Baxın, fikir verdinizsə bir class açar sözündən istifadə edərək necə rahat bir kod yazdıq. Yəni biz gəlib köhnə versiyadan istifadə edərək animal.prototip.showName deyərək show name'i, yəni funksiyanı prototip içərisinə bərabər etmədik və yaxud da ki function yazaraq klassımızın adını bu şəkildə yazmadıq və yaxud da ki gələn dəyərləri bu formada yazmadıq. Sadəcə bir class yazdıq və animal içərisində constructor qeyd etdik. Və gələn xüsusiyyətləri baxın, fikir verirsinizsə constructor içərisində qeyd edirik. Yəni biz lazım gəlsə həmin gələn dəyərləri constructor içərisində varmı, yoxmu və yaxud da ki bəzi işləmlər də həyata keçirə bilərik və xüsusiyyətlər ilə funksiyanı ayıraraq bu formada yazmağa çalışdıq. Yəni həqiqətən də mənim üçün daha rahat yazılış formalarından biridir və daha yığcam yazdığım kodlardan biridir. Mən demək olar ki bu köhnə versiyadan heç istifadə etmirəm. Yəni nə qədər yığcam və nə qədər rahat kod yazsam mənim üçün bir o qədər layihəni yığmaq daha asan olacaqdır. Sizlər üçün hansı rahat kod olacaq bilmirəm. Yorumlarda da qeyd edərsiniz. Yorumlarınızı da oxuyuram. Gələn növbəti dərslərimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.